Dostlar, bugün sizlerle yeniden mehman. Uzun bir müddettir, 2 ile yaxın idi ki video atmırdım. Bugün nəsə annem bir gaza geldim, video atmak istəyirəm. Vlog tipte bir şeyler olacak, video tura qatılmışam. Turdan qabaq gəlmişəm, kiçik bir alışveriş edeyim. Bu arada saçım niyəsə pis görünür. Gün bari bir iki şey alarım yəqin, sonra qayıdıram evə. New Yorker və LC2'ye baxmaq istəyirəm. İlk öncə New Yorker'dan başlayaq. Gəliş kombinim budur. Şort kalmaq istəyirəm. Yəni uzun modelləri. Bu tiplərdə deyil, cins istəyirəm. Əgər burada olmasa gedirik LC'yə. Tapdım, amma bunlar istədiyimdən qısadır. Uzunlarını tapdım. İlk olarak 4 modeli beğendim. Bunları yoxlayaq. Sevsem alacağım net. Qərarın dəyişməsində. New York'da 3 ya 4 tane tek şortik yoxladım. Daha sonra ise 2 tane səhv eləmirəmsə dəst yoxladım. Amma heç birini sevmədim niyəsə. İndi isə düşürük LC2. Aslında LC2'nin Sumqayıt filialında bir tane şortiki beğenmiştim. Belki de o beynime daha çok oturuşup diye New York'da bir şeyler beğenmedim. Şimdi bakalım göre bu filialında tapabileceğim. Ve şimdi sevdiğim modeller götürürüm. Hamısını bir defa yoklayacağım. Yani her dəqiqə rəzivakaya ki çıxmaq istəmirəm. Hamısını götürüm, sevdiklərim bir-birdə yoklayacağım. Seçsim seçməyinə 1, 2, 3, 4, 5 amma yoxlama tənbəlliyə baxır da bəli kəs seçdiyimə görə yəni t-shirt falan da almaq olar. Ən azı dediyim buydu ağlıma yatan. Sumqayıt filialı. Görək yenə də olacaq. Işıq söndü. O dediyim cins budur. Bu formada ve bu götürdüğüm 5 tane XF var. 1, 2, 3. Bu üçün beğenmedim. Bura gruplaştırdım. Bir bunu beğendim. Bir de bu aynımda önceden beğendiğim. Şimdi bu ikisi arasında seçmeliyim. Son anda karar vererek bunu da içinde gördüm. Bunu da aldım. Çok şeydi. Ve bu ikisini aldım, gideceğim eve. Bu arada bu köyün arkasında da yazı var diye daha hoşuma geldi. Yoksa narıncılı bir model alacağım. Hemen göstereyim. Bu modelin XS'iydi. Bu elimdekinin M olmasaydı ya da o modelin S yok idi, XS'iydi. Eğer o olmasaydı, yani olmasaydı diyende S'si burada yok idi. Eğer bunun da M'i olmasaydı her ikisinin olduğu bir filiala geləcəydim. Oldu. Yani axır ki alıp çıxdım. Mən əslində New York'da almağı planlaşdırdım. Sadece geldim, orada çok da yani ürəyimə yatan bir şey olmadı. Yenə deyirəm, belki de önceden seçdiyim üçün idi. Yani bu cins şort ki önceden beğenmiştim ya. Belki de ondan iyiydi. Ama yani bir şeyler sevmedim. Aslında New Yorker olmasaydı geləcəkdim mən Sumqayıt LC2'sinə. Yani bir de Bakıya gəlməyəcəkdim. Ama yaxşı geldim çünkü bu t-shirt ölçüsüne bakmak için vurduğunda gördük ki yani Sumqayıt filialında yok idi. Yeni bir gündən yenə salam. Dünənləri yolda təəssüf ki, dünən dediyim az öncəki dəqiqələr videoya görə. Yolda telefonum söndü. Ona görə heç də çəkə bilmədim demək olar. Qaydanda da qaydacağım qatara 1 dəqiqə ilə hardasa gecikdim. Bu səbəblə getdim mən də 28 mola. 28'lere bir şeyler atıştırım diyende diğer qatarı da qaçırtdım. Yani
Normalda getməli olduğum qatardan sonra 20 dəqiqə fərqlə digərini gözləyəcəkdim. Lakin o 20 dəqiqəliyi də başım yeməyə qarışıb qaçırmışam. O səbəblə 40 dəqiqə gözləməli oldum dünən. Hər nəysə. 2 illik demək olar video atmırdım. Əslində video atmaq üçün kontent də həm ağlıma gəlmirdi. Eyni zamanda yaddaş problemi. Telefonumun yaddaşı yox idi. Hazırda üzüm gözüm güncüvari ve şiş kimi görünür. Təzə dönmüşəm. Bu tədris ilinin son hazırlığına gedirəm hazırda. Gələn 11 oluram. Böyük məsuliyyət kimi gəlir mənə. Görək xeyirlisi. Bu YouTube'da olmadığım 2 il ərzində çox şeylər oldu. Həm yaxşı, həm pis. 9-un imtahanını verdim, istədiyim balı yığdım da demək olar. Ondan sonra təəssüf ki, ad günümdən bir gün qabaqda xalam oğlunu itirdik. Ad gününə hətta dəfn elədik. Və bununla birlikdə yaxşı şeylər də çox. Yəni pis, yaxşı hər şey oldu. Xeyirlisi deyib davam etmək lazımdır. Hər nəysə. Yəni belə. Və bu tədris ilinin son məşğələsindən də çıxdım. Məşğələlərim bitdi rəsmi olaraq. Tam 30 iyunun son gününə qədər saxladı müəllim həqiqətən. Avqustun 1-dən də məşğələ başlayır təzədən. Özdə biri məşğələ günümüzdür. Üst-üstə ki, böyük ehtimalle biri də keçəcək. 1-3-6'dır 3'üne, yani ayın 3'üne saxlamayacaq böyük ehtimalle biri keçəcək. Belə, yəni və bir aylıq tətilə girirəm. Türklərdə, adliyələrdə falan oluyor, adli tatil. Bu da onun kimi 40 günü deyəsən, ama bu bir ay, ondan da qısa bir tətilim var. Hazırda məktəb müəllimləri məndən daha çox tətil edir bu il. Onlar iyul, bir də avqustun ortaları tətil edir. Mən avqustun əvvəlinə qədər tətil edirəm. Deməli videonun davamında indi rayona gedəcəm turla. Rayona gedirəm belə. Quba, Qusar, Laza səhv eləmirəmsə. İndi tətilərə girmişik. Yuxu rejimim zibil olub da rəsmən. Yani güneşi görüp sonra yatıram demək olar ki. Oyanmaq da həmin gün nə işim olduğundan asılı olur. Yani bəzən gün orta, bəzən səhər. Məsələn bugün 9'da uyandım deyəsən. Çox da yatmadım. Zərərlidir, bilirəm. Gəlmişik məktəbə müəllimə yox. Otur lan! Evet. Elə bil. Buraya hiss elədim. Çox istəyirəm. Və yolda son anda sinif yoldaşımı gördüm. Sinif yoldaşım və ex sinif yoldaşım. Məktəbə getməli idik, xatırladıq ki. Tam da məktəbin qabağındaydıq. Döndük məktəbə. Heç daha getdik, lazım olmadı. Çıxdıq, qaydırıq yenə. Əyləncəli idi amma. Bir daha salam. Mən dünən alışveriş eləyəndə 2 şeyi unutmuşam. Almalı olub almalığım. Kəmər və kepka. Gəldim Sumqayıt Elsiva ikisindən aldım. Üstəlik kompüterim ustadaydı. Onu da götürdüm. Axır ki gedirəm evə. Yəni yorğunluqdan ölürəm. Hazırda saat 00:56'dır. Pərdənin arxasında çəkirəm, çox da fikir verməyin. Hazırda saat 00:56'dır və mən indi çıxdım hamamdan. Üzümü qırxdım sadəcə və duş aldım. İndi çantamı yığmalıyım. İşığım biri getdi, telefonla getdi, gedəcək. Deməli çantamı yığmalıyam, abur-cuburları qoyacağım artıq. 10 dəqiqəyə falan işim var. 1-2 dəstə paltar qoyacağım hər ehtimala qarşı.
Bu arada üzümü qırxan sonra salisi spirtlə silmişəm. Hələ də görünür. Hər ehtimal bu kabromu da götürəcəm. Bax, çantam da göy. Kabro da göy. Koftada da, tişörtdə də göy var. Cins zaten göy. Çorabda bilməm, ola bilər. Ondan sonra nə qaldı? Papaqda da göy var. Ağ göy geyinəcəm də demək olar sabah. Hər ehtimala çantaya bir dənə qalın bir şey, jaket qoyacağım. Qara jaket. Ki lazım ola bilər. Sabah görüşərik. Şu çantamı yığdım, bitirdim. Sabah səhər saat 1:10'dur deyəsən. Sabah səhər sadəcə adaptörümə powerbank qoydum, amma hər ehtimal 5 nəfərik. Adaptör lazım ola bilər deyə. Adaptör koyacağım, diğer telefonumu götüreceğim. Şu, bir de telefonum, kulakçığım, belə. Şu güneynəyim falan her şeyi götürmüşəm. Və hazır indi gedək yatmağa. Sadəcə olaraq belə bir şey olanda növbəti gün insan heyecandan yatamır. Bu dəqiqə var tam hiləyim. Gedim inşallah yataram çünkü 2-3 saate falan oyanacağım zaten. Yataklar edebilir ansızın gidişim. Yeterince affedişimden kaybettim. Fazla bile sabrettim. Hep lafta vaat ettiğin sevgili kim? Son şansın kendin için mahvetmeden. Gel bende istiyorken sen. Açmak güya dedim filmden kurudum. Belə oldu qalağı. Videoda pis görünür. Hər neyse canlıda qəşəydi. İndi evdən çıxmamışı düzəldəcəm. İndi əlimizi dəyişək tez. Mən geyindim, hazıram. Kepkanı da biraz taxan sonra yəni saçım da düzəlir, çox bir şey qalmadı. Şu, hazıram, çıxırıq, hava da qəşəydi. Göz həkimim demiş ki, gün nə idi? Göz həkimim demişkən kiçik günəş bəlirtisi belə olanda açıqı tax. Belə çantam falan belimdə. Hazırda çıxdıq Bakıdan. Gedirik, xeyirli olsun. Bu arada elə deməyimə çox da takmayın. O 2 mərtəbəyən böyük avtobuslar oldu. Görürsüz hazır. Onlardan gəldi. Qəşəydi. Getdik başları yox. Allah. Ayağımız necə uğurlu olubsa Lazaya gedəcəkdik. Lazanın Selafa və Vəzəm Altimbreyzə gedirik. Aha oyuna qatılırıq. Oyuna qatılırıq. Bunu verəcəm. İnşallah oyunda eşyam çıxmaz, yoxsa rezil ola bilərəm. İnşallah mən çıxaram, rəzil olmaq istəyirəm. Xalam uşağı ilə xalamın da yerinə mən gedəcəm eşyaları çıxsa o da vurğulayıb. Siyəzəndə 5 barmaqda bərk bir daha 10 dəqiqəlik fasilə partlatdıq. Hələ indi başlamışıq. Kimlərsə əlavə edəcəm videoya. Videoya əlavə edəcəm. Mənim kabrom çıxdı. Getdim cəza kimi də çəkdim. 20 işim çıxdı. Avtobusun içində 20 dəyişim vurmuşam. Deyim mi? Yudum sildim divarları. Künc bucağı qıraqları, Kürt bucağı qıraqları. süpürmüşəm otaqları, mən arvaddan niyə qorxum? Süpürmüşəm otaqları. Mən arvaddan niyə qorxum? Bəstələsin tüm aşıqlar, rəqs eləsin sarmaşıqlar. Tərtəmizdir qab-qaşıqlar, mən arvaddan niyə qorxum? Bəstələsin tüm aşıqlar, rəqs eləsin sarmaşıqlar. Təmizdirsə qavqaşıqlar. Mən arvaddan niyə qorxum? Niyə qorxum var nə gərək? Niyə qorxum var nə gərək? Yaşamaq lazımdır bu da belə sonra. Azca hünər, azca ürək. Hazırdırsa çayla xörək, mən arvaddan niyə qorxum? Azca hünər, azca ürək. Hazır çayla xörək. Mən arvaddan niyə qorxum? Bundan öncə 2 qadına
olacaqdı ki, yığıb rəfqənizə burada olmayan birindən. Məni qaçırdırlar deyim. Birində Nurten adlı rəfqəsi açdı, yoxluydu. 2 dəfə hı elədi, 2 dəqiqə sən çıxmadı. Açıb yatıb qaldı. Digərdə şeydi, yandan dedi ki, Sumqayıt yolunda qaçırdırlar məni. O bir də dedi, sənə elə məsələn Sumqayıt yolunda nə etirazım falan. İndi də karaoke sarı gəlin oxuyur falan. Ne yalan deyim, Mountain Breeze-ə heç gəlməmişdim bu tərəflərə, yəni. Şuşaya oxşuyur. Dağı falan tam olaraq bu formada. Yəni yaylaq, dağ, sıldırım qayalar falan Cıdır düzünə oxşuyur biraz. Yəni məncə hətta biraz da yox, çox. Hamı qutaba düşüb, elə bilirik ki, biraz yolu bura yoxuşdu deyə bu formada. Elə bilirik ki, elə düşüblər, sən də qutaba düşübmüş amma. Görək buranın qutabı necədir. Qarnından iyrərəm, göydə bir ekitim əyləşir. İndi gəlmişik yaylağa, kvadrosikl, at falan sürməyə. Zayatkam qutardı, sosial pilim bitdi. Mahlar da bomba mahlar var ha orada. Kamera niye bu günləri? İndi deyib gülürük, yada düşdü. Deməli bayaqları Mountain Breeze-ey. Çıxmışıq biraz yuxarı. Mən nəyisə göstərirdim Anagilə. Qayıtdım ki, buna baxın, belə eləyəndə arxamda bir də xala var idi, görmədim. 40-50 yaşlarında olardı. Əlimi nə təviyə gətirdim, xalanın düz sifətdə tutdu belə. Dedim üzürü sayın falan, bilmədən oldu həqiqətən də. Sağ olsa xoş qarşıladı, hamı güldü falan yanındakilər. Yanında rəfqəsi idi yəqin, xalanın biri qayıtdı ki, bunu içindiyə kimi yoldaşı belə vurmamışdı. Yəni o dərəcə bir də idi ki, kəlləbəyi travası keçdi yazıq. İnşallah heç olmadı, göyər beləməz. Hazırda yeməyimizi yedik, gedirik. İndi deyəsən Çənlibel gölünə. Avtobusa mindik, gördüm ki, Red Bull Pəhləvanın könüllü qeydiyyatı açılıb. Evet, volunteers'a girdim ki, oradan qeydiyyatdan keçib və ora girən moment Baksis Sirkuit'dən mesaj gəldi ki, müsahibəyə dəvətlisiniz, girin, tarix seçin. Gəzmək mərsi artıq daha enerjik gəlir. Amma səhifə də çöküm zaten tarixdə seçə bilmədim hələ. Yəqin ki, gecə seçəcəm. Çox heyecanlıyam. Gelib müsahibəyə hazırlaşacağam full. İnşallah seçilərəm. Çox qəşəng oldu bugün. Bugünə yəni xal verməli olsam 10'da 10. Gəlirik Çənlibel gölünə və burada COP-un banneri, COP29'un qalıb. COP deyəsən burayla da əlaqə, o bir yana bağlamaq üçün mörtə eləyirlər. Hello to my fraud sisters. Saat hazırda 18:37-dir. Biz çıxdıq Çənlibeldən də. Hazırda qayıdırıq şəhərə. Gözəl gün idi, sevdim. Yaxşı ki də qatıldıq. Maraqlı idi. Yəni tur rəhbərlərimiz də əyləncəli idi. Tur özü də əyləncəli oldu. Bəlkə də çoxluq gənclər olduğundan belə oldu, bilmirəm. Gözəl idi, yaxşı qatıldıq və uzun müddət sonra çəkdiyim videonun da sonuna gəldik demək olar ki. 2 ildən sonra ya
böyük bir video oldu deyə düşünürəm. Çox gözəl idi. Sağ olun, salamat qalın. Hər biriniz özünüzə yaxşı baxın. İnşallah daha gözəl videolarda görüşmək ümidi ilə. Daha gözəl və daha maarifləndirici.